sadəcə olaraq rahatlığınızı təmin etməkdən ötürü bir belə kobud da səsənsə deyəcəm, məsələni yola vermək ki, bu xəta sovuşsun, yəni olmasın. Ya. Bir söz var da, mən çox üzr istəyirəm. Azərbaycan kişilərinin hamısı elə kişi adını layiqli daşıyır, amma mən kişiyəm də. Qadının öz yeri var, kişinin öz yeri var. Hardasa qadın kişini eşitməlidir. Əgər eşitmirsə, deməli o kişi o qadına heç lazım da deyil, o qadın da o kişi. Aydındır, gəlin sujeti izləyək birlikdə. Rəhman müəllimin ikinci xanımı kimi sizdən soruşuram. Çətin deyil? Xeyr, heç bir də çətin deyil. Burada nə var ki, çətin olmağa? Biz yaxşı, bir-birimizin münasibətimiz də çox yaxşıdır. Əvvəldəndən elə. 20 il oyla ailə qurub, 22 il deməklədir. Biz 22 ildə elə bir-birimizi yaxşı tanımışıq əvvəldəndən, indiyəcən də mehribanıq. Biz ailə quranda çox cavan idik. Həm mənim, həm onun 17 yaşı var idi. Sözsüz ki, indi insan yaşa dolduqca dünyaya baxışı da, həyata baxışı da başqa olur. Ola bilər, o vaxtda onun uşaq məhəbbəti olur. Oca yaşlandıqca, yaşa dolduqca başa düşüb ki, yox, o elə deyil. Biz bir-birimizi başa düşmüşük. Və sakit buna ayrılmışıq. Çətin olmadı sizə ikinci xanımı qəbul eləmək? Yox. Mənə elə gəlir ki, burada bir möcüzəli bir şey yoxdur axı. Demək olmaz ki, Rəhman müəllim elə getdi və bu ilə də hər şey qutardı. Yox, onun burada 4 dənə balası var. Və Rəhman müəllim istər-istəməz o balalarına üstündə olmaqdan ötürü mən bu mehribançılığı yaratmalıydım. Ki bu xanım da, Rəhman müəllim də onların xeyrində, şərində, hər işində iştirak eləsin. Biz bir-birimizi başa düşməliydik. Burada söhbət kişini paylaşmaqdan getmir. Biz də bunu gələcəkdə bu uşaqların həyatını fikirləşmək lazım idi. Biz öyle yaşadığımızı yaşamışdıq. Əvvəldəndən biz elə mehribanıq. Necə bir bacı kimi. Mən əməliyyatdan sonra da bançıda yatanda Dağcı özü mənə zəng elədi ki, abala gəlim axşamlar qalım sənin yanında. Dedim, yox, ehtiyac yoxdur Ulduz. Gəlinlərimiz vardı, qardaşımın arvadları var, yoldaşları. Onlar gəlirlər, məni qulluq eləyirlər. Çox belə intereslə baxıblar ki, bu nətər olan şeydir. Vallahi burada böyle bir şey görmürəm. Mən heç bir şey burada belə möcüzəli heç bir şey görmürəm. Ayında uşaqlar dedi ki, papanın ad günüdür. Mən də dedim, eybi yoxdur, mən süfrə bəzləyərəm, papanı çağırarıq. Belə oldu söhbət. Və həqiqətən də mən süfrəni hazırladım, hər şey, hətta bizim qonşularımızla Nazlı xanım. Onlar da gəldilər. Rəhman gəldi. Qapıdan içəri girdi. Halbuki səni o gizlətmişdi maşının içində. Mənim xəbərim yox idi. Döndü dedi ki, bəs dedim, sən niyə tək gəlmirsən? Şabura tək gözləyən yoxdur. Hələ qapının ağzında. Dedi, necə ötürəm, bə Gülü hanı? Dedi, Gülü gəlmədi falan. Dedi, necə gəlmədi? Dedim, bu dəqiqə minib taksiyə götürüb gəlirlər. Dedi, yox, zarafat deyiləm, Gülü buradadır. Bir də gördüm, maşından düşüb gəlir. Onda birinci dəfə biz o ilə görüşdük. Burada rəhmanlıq da söhbəti yoxdur. Rəhman müəllim bir insan kimi özü nə istəyib, onu eləyib, özü bilər. Onun öz düşüncəsi, kişi xeylağıdır. Biz onun beyninə girib, o dərinlikləri girə bilmərik. Amma Gülüşlə mən biz bir-birimizi başa düşmüşük. Biz bir-birimizə elə bir ki, ustupqalar getmişik, hörmət saxlamışıq. Bir insan kimi. Mən həmişə fikirləşmişəm ki, mən onun yerində olsam nə olardı? O da fikirləşib ki, o mənim yerim olsa nə olardı? Deyirsiniz ki, Ulduz xanım sizi başa düşdü bir xanım kimi. Bəs mənə maraqlıdır, Gülüş xanım, Rəhman müəllim 3-cü xanımı gətirsə, onu bu cür sakit başa düşə bilər? Bəli, mən qəbul edirəm. Mən valla qəbul edirəm. Mən elə bu işə pis baxmıram. Gülüş çox gözəl bilir ki, Rəhman 3-cü dəfə evlənən deyil və ona görə elə arxain olub bu sözü deyil. Yox, valla düz deyirəm. Tək ki, o yaxşı olsun, Mən olan sözü sağlam olsun. Mən onu istəyirəm, ancaq.